Salam, mən tamaşaçılarım, mən Yusuf. Bugün şəxsən bir yerdə e-futbol oynayıram. E-futbolda vs atacağım rastgele bir onlayn adamla. İndi sizə kadromu göstərim. Şöyle kadrom biraz zəifdir, hətta çox zəifdir kadrom. Bilirəm, yəni mənə vs-yə də çağırmayın, çünki uduzacağam. Yəni 2623 gücüm də var. Belə də yəni uşaqlar. Gedirəm indi mən. İndi uşaqlar vs atacaq. İndi mən bir dənə odaya girim və yarım. Və uşaqlar başladı. Oyuncunun adını görənmədim. Dur, indi deyərəm sizə adını uşaqlar. İndi davam edək. Manchester United'dır. İlərlə dedik. İndi evet, indi onun hazır olmasını gözləyirəm. O da hazırdır. Aha. İndi uşaqlar maç oynayacaq. Səsim gəlmirsə kusura baxmayın. Yəni stadion oyun biraz səsli oyundur, ona görə də yəni. Hadi artık. Girsin gəlin. Uşaqlar, mən o birisi oyundan çıxdım çünki səs çox idi də, yəni səsi aldım biraz. Oyunun səsi çox gəlirdi. Kodunu aldım. İndi vəbşən bağladım səsi, ona görə yəni problem deyil. Və uşaqlar bot ola bilməm, kadrom budur. Yenə zəifəm. Bir də uşaqlar, yəni təzə başlamışam. Oynayışım da çox yoxdur, yəni uduza bilərəm yəni. Neyse. Həmən başlasın, yeni gəldi. Aha. Grafiklər budur. Yəni formaları istədiyimiz kimi, istədiyimiz takımın formasını geyinib savaşa bildik. Getdik uşaqlar. Evet, indi ondan başlayır. Harry Kane. İndi uşaqlar ikili pres eləyəcəm çünki Eduardo Camavinga, Harry Kane. Harry Kane Eduardo Camavinga'ya verdi. Eduardo Camavinga gol! Camavinga! Keçək hemen, əsəbləşdirməyək. Səncanı, evet. Camavinga daha ilk dəqiqədən qolumuzu atdıq. Dəqiqədən dedim, yanlışlıqla dəqiqədən. İndi Lionel Messi. Messi, Eden Hazard'a qarşı oyda. Yüzüstü Eden Hazard diyor uşaqlar. Trent Alexander-Arnold. Verdi. Eduardo Camavinga. Ayda. Van Dijk'e getdi. Heç nə olmaz. Harry Kane baskı. Enzo Fernandez də baskı edir. Adamlar şu an paslaşdı və mənə tutdu Guardiola Messi'ye qarşı. Guardiola aldı son. Heung-min Son. Harry Kane çatamayacaq, o topa çox yavaşdır. Evet, heç nə olmaz, heç nə olmaz. Geriyə getən Mbappe, offside-də qalma. Yəni Lionel Messi. Hayda. Kaleci oynayır. Neyse, Lionel Messi, Lionel Messi, Lionel. Gimenez. Mbappe. Of. Abicim, Van Dijk'a bax. Tərbiyəsiz Van Dijk. Neyse. Heç nə olmaz uşaqlar, heç nə olmaz. İndi oyda Declan Rice var adamda. Evet. İndi aha, Mbappe'yi gör oradan. Mbappe. Ay, da Robertson'a bax. Yəni uşaqlar hiylə deyə bu. Şaka. Bu arada uşaqlar, bu oyunda şey var. Neydi? Mentalitəydi, matalitəydi. İşte də elə bir dənə bir şey var. Hiylə kimi bir şey olur. Stondur uşaqlar. Karakterlər sürətli qaçır. Uzaq qapıdan qapıya vursan gol olur. Yəni elə olsa mentality idi deyəsən. Uşaqlar yazar istiyorum, nəysə də axır. Ondan idi uşaqlar. Evet. Gəldi uşaqlar. Trent aldı. Trent təhlükəlidir uşaqlar. Yəni 1-0'dır bu dəqiqə durum. Oynayışım olmadığı üçün yəni adam mənə taxıdır da Trent şimdi. Bilərək elə elədim ki, uşaq geriyə oynasın, ileriyə oynasa problem olur. Çünki mən defans çox pis edirəm bu oyunda. Defans heç edəyəm hatta. Harry Kane göründüyə bax beni, hara versin. Pas verən biri uşaqları bu yer. Neyse, heç nə olmaz. Jockey Guardiola. Joskoymuş. Jockey dedim. Josko Guardiola. Neyse, heç nə olmaz. Bu arada uşaqlar, videomuzu bəyənməyi və kanalımıza abunə olmayı unutmayın. İndi Son Heung-min verdi Declan Rice'a. Enzo Fernandez. Çok pis atak edirlər. Virgil van Dijk aldı. Verdi indi Son'a. Son. Verdi Harry Kane'a. Harry Kane. Mbappe. Ama buradan vurması çətindir. Verdi Enzo'ya. Enzo geri oynadı. Aydı, hara verirsiniz? Neyse, heç nə olmaz. Son geri qaçdı. Son indi Mbappe. Bəlkə vuracaqdım, olmadı. Harry Kane verdi pası. Enzo gol. Enzo Fernandez attı golumuzu uşaqlar. 6 numaramız bizim.
Enzo Mbappe şu an çox yararsızdır. Nəysə, Eduardo Camavinga cumdu indi. Camavinga indi bir də uşaqlar uzaqdan qol gələcək sizin üçün, sizin xətrinizə. İndi qaqaşlayacaq nə edir bu? Oy! Dirəkdən döndü. Nəysə heç nə olmaz, heç nə olmaz. Atacağam. Mən söz verirəm sizə. İndi bu videoda bir dənə uzaqdan qol atacağam. Getdi Enzo Fernandez. Aya. Jose Jimenez. Abi bunlar ne ya? Defin niye ortada oynuyor burada? Defin yok Trent. Abi hil. Neyse uşaqlar ikinci. Bəli, gəldik. İndi. Başladı. Geldi Kylian Mbappe'ye. Mbappe. Haydi dışarı at diye bu dəfə də. Of. Neyse heç nə olmaz. Donnarumma başladı. Jimenez. Aha. Trent oldu topu. Gözləməzdim heç. Hadi bu nə diye? Trent'in pası yoxdur axı uşaqlar. Messi, Trent. Trent verdi indi Camavinga'ya. Camavinga, Kylian Mbappe. Mbappe indi havalı bir hərəkət. Mbappe ortaya açtı. Oha. Ne oldu ala orada? Ayda Eden Hazard'dan qorxuram. Eden Hazard çünki çox sürətlidir və yüzüşdür. Mbappe'dən də qorxuram ama Mbappe'yi Van Dijk tutar. Prosta Trent Alexander-Arnold tutamaz o Hazard'ı. Trent bax ortada oynayır ala. Get də qırağa sən bəksən estağfurullah. Harry Kane ayda Donnarumma yenə. Ayda. Neyse. Aha Trent Enzo'ymuş. Enzo verdi. Harry Kane dışarı Camavinga. Ne oldu la? Aa. Çok qəribə bir gol oldu uşaqlar bu ama heç nə olmaz getdik. Bizim vecimizə deyil gol oldu. Getdik. Kylian Mbappe. Camavinga'ya karşı olmadı. Messi mükemmel bir pas ama çok pis gitti. Mükemmel bir pas ama çok pis gitti. Hı? Camavinga verdi indi Messi'ye. Messi gider qıraqdan. Messi. Ayda. Van Dijk bilmeden tuttuk. Oha orada penaltı olması lazım değildi. Ne bileyim Hedayet. Orada uşaq əlinə alabilir. Yəqin hədər. Neyse olmaz. Abi neyim lan ben? Sen ne oldu oynuyorsun axı neyse. Ne oldu ya? Faul. Kane'e faul elədik. Kane'e. Kim vuracaq Messi? Oradan vuranmaz heç bax. Pas verəcək %100. Oradan vurmaq məncə yəni beyinsizlikdir. Mbappe ilə sürətlə güvənirəm mən sənin. Qaç aslanım. Aslanım qaç amma sona verdim. Oradan çünki son qaçırdı. Son geri qaçdı. Verdi indi Enzo çatmayacaq yəni Enzo çatmaz ona. Of. Heç nə olmaz uşaqlar getdik. Bu arada uşaqlar arada səsim kəsilə bilər. O da telefonun mikrofonunu tutduğum üçün elədi. Yəni ona görə bağışlayın, üzr sayın yəni. Abi bax Trent'in orta sahada nə işi vardı? Onu orta sahaya qoymuşam mən. Yo, de Trent buradadır uşaqlar. De qıraqda. Estağfurullah. Neyse, oy. İndi Harry Kane aldı. Enzo. Of ya, neyse. Gitti. Hadi. Trent aldı, verdi Mbappe'ye mükemmel pas prosta. Mbappe balaca boy olduğu için uçanmadı. Harry Kane aldı Mbappe sol ayaqdı. Sol ayaq deyil ama şut. Hayda. Uşaqlar çox bək gedir. Güclü ayaqla. Görürsünüz uşaqlar solla vurdum. Mbappe'nin güclü ayağı sol deyil axı. Bir dəfə Mbappe'nin ravaşda çəkmişdim, çıxdı qırağa. Bu arada uşaqlar DLS bundan sonra videolar gəlməyəcək. Yəni DLS-ə də. Çünki yəni o oyunu çox sevmirəm. Mbappe ama sağ ayağıyla vurar. Haydi Van Dijk. Neyse, neylədim ala? Ne oldu ya, kazandık. Neyse. İnşallah bugün de videomuzun sonuna geldi. Sağ olun. Allah